İçəri şəhərin tarix dolu küçələrində bu dəfə xalçalar danışırdı. Milli Xalça Festivalı 1000 illik ənənələri bir araya gətirən rəngli bir bayram idi. Burada həm qədim xalçaların sehrini hiss etdik, həm də ustaların yeni sənət əsərlərinin doğuluşuna şahid olduq. Xalça təkcə naxış deyil, bir xalqın ruhudur, yaddaşıdır. Bu festival isə bu yaddaşı gələcək nəsillərə çatdırmağın ən gözəl yoludur. Güzelliğine bakın. Qarabağ xalçası. Xətaynizdə. Burası mənim dede babalarımın gələneyi olan Azərbaycan bölgələrinə görə, hallarına görə fərqlənirlər. Bura Qərbi Azərbaycan xalçalarıdır. Qərbi Azərbaycanından olan bütün həmyerlərimə sevgilər. Yengeni fark etmiyor. Elinde ne varsa misafirimize koyuyor. Uçup gitti o günler elden. Ben seni gördüm dostum, kalbimde sevindi. Hoş etirli bir çiçeksen bugün sen. Gel daha gönlüm senin, eşkim de senindi. Ah senin bugün ben, gel tutum